Bir ildə fəaliyyət göstərən Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşağa ambulator, stasionar, həmçinin icma əsaslı onlayn və səyyar reabilitasiya xidmətləri göstərilir. Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkil etdiyi mediaturun iştirakçılarına məlumat verilib. Bildirilib ki, müasir tibbi reabilitasiya avadanlıqlarından təchiz olunan 25 çarpayılıq mərkəzdə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi, masaj, psixoterapiya, logoped, əmək, musiqi terapiyası və sair istiqamətlərdə xidmətlər göstərilir. Media nümayəndələri mərkəzdə yaradılan şəraitlə burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar. Agentliyimizin tabeliyində toplam 15 reabilitasiya mərkəzi, 1 protez ortopedik istehsalat və reabilitasiya mərkəzi və 1 ambulator reabilitasiya məntəqəsi rehab point mövcuddur. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə xidmət göstərilir. Bu mərkəzlərdən 4-ü əlilliyi olan uşaqlara xidmət göstərməsi istiqamətində ixtisaslaşıb ki, bu mərkəzlərdən ikisi Bakı şəhərində yerləşir, digərləri isə müvafiq olaraq Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləridir.